Yuxuda fəsəli yemək, mükafat, özünü əzizləmək və uzun zəhmətdən sonra rahatlıq kimi yozulur. Fəsəlinin qatları həyatınızda üst-üstə yığılan təcrübələri və əldə etdiyiniz bacarıqları simvolizə edir. Şirin fəsəli yemək xoş bir mükafat və ya gözlənilməz sevincə işarədir. Fəsəlini başqası ilə bölüşmək, əldə etdiyiniz uğurun sevincini yaxınlarınızla paylaşacağınızı göstərir. Yuxuda fəsəli almaq isə özünüz üçün etdiyiniz faydalı bir seçim və ya verdiyiniz bir mükafat kimi yozula bilər. Fəsəlinin qatlarını ayırmaq həyatınızdakı bir məsələnin müxtəlif tərəflərini anlamağa başladığınızı göstərir. Yeməyi böyük iştahla yemək, uzun müddət özünüzdən əsirgədiyiniz bir sevincə nəhayət yer verəcəyinizi ifadə edir. Fəsəlini qonaqlara təqdim etmək, nüfuzunuzun və insanlar arasında hörmətinizin artmasına işarədir. Yeməyin çox yağlı olması bəzi yozumlarda həddindən artıq rahatlığa alışmamaq barədə xəbərdarlıq sayılır. Bu yuxu insana zəhmətin yalnız nəticə deyil, nəticədən zövq almaq haqqı da verdiyini xatırladır.